Mədə kismə əməliyyatından sonra immunitet qalxır. Bəli, doğru eşitdiniz. Mən bunu əminliklə vurğulaya bilərəm ki, mədə kismə əməliyyatından sonra immunitet yüksələcək. Niyə? Səbəbini sizə deyim ki, piyələnmə xəstəliyindən əziyyət çəkən bir insanda artıq piylər, artıq yük immun sisteminə artıq yüklənmə verir. Və piyələnmədən əziyyət çəkən bir insanın immuniteti kifayət qədər işləmədiyinə görə həmin insan infeksion xəstəliklərə tutulduqda gec sağalır, onkoloji əməliyyata meyilli olur, hər hansı bir cərrahi əməliyyatdan sonra sağalması da gecikir. Ona görə də obez insanlar, şişman insanlar mədə kiçiltmə əməliyyatına başvurarlarsa, əməliyyatdan sonra normal çəkiyə qayıtmaqla onların immun sistemi də normallaşacaq. Ona görə də əgər fikirləşirsiniz ki, əməliyyatdan sonra mənim immun sistemi zəifləyər, nə olar, birdən xəstələnərəm, qətiyyən elə deyil. Təcrübəm əsasında və dünya araşdırmaları nəticəsində əminliklə deyə bilərik ki, mədə kismə əməliyyatından sonra piyələnmə xəstəliyindən qurtulan bir insanda immunitet qalxır, xəstəliklərlə mübarizə güclənir, daha sağlam və daha gümrah olursunuz. Sağ olun, sağlıqla qalın.